Mətnin üçüncü abzasına aiddir. Böcəklər tələyə düşdükdən sonra ilk olaraq çırpınmağa başlayır. Bu proses həzm vəzlərini aktivləşdirir və həzm üçün maye ifraz etmələrinə səbəb olur. Bu iki cümlə üçüncü yox, dördüncü abzasda verilir. Mətnə də qayıdıb baxa bilərik. Bizdən tələb olunan abzas məhz bu abzasdır, üçüncü abzas. Amma böcəklərin refleksi, yəni çırpınması, daha sonra həzm prosesinin işləməsi dördüncü abzasdadır. Deməli, 1 ilə 2-ni götürə bilmərəm. Bitkinin tüklərinə toxunurlar və mexaniki dəyişiklik baş verir. Bəli, bu üçüncü abzasdaydı və böcəklər qaranlıq mühitə düşürlər. Bu da doğrudur. 3 ilə 4 elə üçüncü abzasdadır. Mətni də göstərək. Toxunurlar və burada mexaniki dəyişiklik olur. Digəri də ki, qaranlıq mühit də üçüncü abzasın son cümləsindədir. Deməli, cavabımız olacaq burada 3 və 4. Azot proteinlərin meydana gəlməsində mühüm rol oynayır. Bu isə mətnin giriş hissəsində birinci abzasda verilmişdir.